Salam əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün qara zirə yağının inanılmaz faydaları və insan orqanizminə olan zərərləri haqqında danışacağıq. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Qara zirə, elmi adı ilə Nigella sativa əsasən Orta Şərq və Cənubi Asiyada yayılmış bir ətirli bitkidir. Onun tumları çoxdan bəri ədviyyat kimi, həmçinin təbabətli istifadə olunur. Bu tumların sıxılmış yağı, qara zirə yağı, orqanizm üçün təbiətin kiçik hədiyyəsi sayılır. Yağın tərkibində linoleik və oleik turşuları, flavonoidlər, müxtəlif alkaloid komponentlər və ən başlıcası timoşinon adlı aktiv maddə olur. Timoşinon antioksidant və iltihab əleyhinə təsirlərinin çox hissəsinin əsasını təşkil edir. Orqanizmə təsirləri və əsas faydaları. 1. İmmunitet sistemini dəstəkləyir. Qara zirə yağının ən önəmli təsirlərindən biri onun orqanizmin müdafiə sisteminə dəstək verməsidir. Timoşinon hüceyrə səviyyəsində artıq reaksiya verən iltihab siqnallarını sakitləşdirə bilər, beləliklə xroniki iltihablı proseslər, məsələn, allergiya və asma yüngülləşə bilər. Bu deməkdir ki, mövsümi soyuq dəymə və ya allergik hallar zamanı qara zirə yağı əlavə olaraq fayda verə bilər. Amma əsas müalicə üsulu deyil, bir əlavə kimi düşünülməlidir. 2. Ürək-damar sisteminə müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, qara zirə yağı əlavə istifadə olunduqda qan təzyiqi və pis xolesterol səviyyəsində müsbət dəyişikliklər müşahidə olunub. Məsələn, müəyyən gündəlik dozalarda təzyiqin yüngül azalması və lipidlərin düzənlənməsi qeyd edilib. Bu, ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Lakin unutmamaq lazımdır ki, balanslı qidalanma, aktiv həyat tərzi əsas faktorlar olaraq qalır. 3. Qan şəkəri və metabolizm üzərində təsiri. Diabet və metabolik sindromla əlaqəli bir neçə tədqiqat göstərib ki, qara zirə yağı orqanizmin qan şəkərinin tənzimlənməsində köməkçi ola bilər. Məsələn, 1,5-3 ml-dən ibarət doza ilə aparılan işlərdə, yəni uzun müddətli qan şəkəri göstəricisi azalması müşahidə olunur. Bu, xüsusilə tip 2 diabetli insanlarda əlavə olaraq fayda verə bilər, amma yenə də dərmanları əvəz etmir, yalnız əlavə dəstək rolundadır. 4. Dəri, saç və kosmetik istifadə. Qara zirə yağı mikroblara qarşı təsirə malikdir və dəri üçün faydalı sayılır. Akne, sızanaq, psoriyoz kimi vəziyyətlərdə topikal tətbiq edildikdə müsbət nəticələr verə bilər. Saç tökülməsi ilə mübarizədə də bu yağın istifadə edildiyi qeyd olunur. Saçlıq və baş dərisi üçün maska şəklində tətbiqlər var. Amma saçları bir gecədə gücləndirir cümləsi vəd etmədir. Real istifadə və nəticə zaman alır. Beş. Antioksidant və iltihab əleyhinə təsir. Qara zirə yağının antioksidant təsiri hüceyrələri sərbəst radikalların zərərindən qoruyur. Bu isə yaşlanma prosesini yavaşlada bilər. Qaraciyər və böyrək kimi orqanların sağlamlığını dəstəkləyə bilər. Beləliklə, bu yağı gündəlik olaraq istifadə etmək orqanizmin təmizlənmə və bərpa funksiyalarına yardım edə bilər. Necə istifadə edilməlidir? Praktiki məsləhətlər. Qida əlavəsi kimi gündə 1 çay qaşığı, təxminən 2-3 ml qara zirə yağı istifadə edilə bilər. Bir çox tədqiqatda bu aralıqda doza seçilmişdir. Yeməyə əlavəsi. Salata 1-2 damcı qatıqla qarışdıraraq qəbul etmək mümkündür.
Yağı yüksək temperaturda qızdırmaq onu təsirini azalda bilər. Soyuq sıxılmış keyfiyyətli məhsul seçin. Dəriyə tətbiq üçün əvvəlcə kiçik sahədə allergik test edin. Hər hansı qızartı, qaşınma görsəniz dayandırın. Hamiləlik, süd vermə dövrü, ağır xəstəlik və ya dərman istifadə edirsinizsə, mütləq həkimlə məsləhətləşin. Gəlin görək, bu yağın kimlər üçün mümkün yan təsirləri var və kimlər ehtiyatlı olmalıdırlar. Qara zirə yağı qan durulducu vasitə istifadə edənlərdə qanaxma riski yarada bilər. Belə dərmanlarla birlikdə istifadədə həkim nəzarəti vacibdir. Uşaqlar, hamilə və əmizdirən qadınlar üçün uzun müddətli yüksək doza istifadəsi tam araşdırılmamışdır. Böyrək və qaraciyər funksiyası zəif olan şəxslər diqqətli olmalıdır. Yüksək dozada istifadə orqanlara əlavə yük verə bilər. Yağın çox yüksək doza istifadəsi bəzi hallarda mədə narahatlığına, həzm sistemində diskomforta səbəb ola bilər. Nəticəsi: qara zirə yağı qədim və müasir elmin marağına səbəb olmuş təbii vasitədir. İmmunitetə dəstəkdən tutmuş, qan şəkəri, təzyiq, dəri və saç sağlamlığına qədər bir çox sahədə faydaları müşahidə olunub. Lakin onu möcüzə dərmanı kimi görmək düzgün deyil. Ən yaxşı nəticə üçün sağlam həyat tərzi, nizamlı qidalanma, fiziki aktivlik və keyfiyyətli məhsul seçimi birləşməlidir. Tədqiqatlar ümidverici olsa da, hamıya uyğun, hər xəstəliyə tətbiq edilə bilən müalicə üsulu olduğunu demək üçün hələ vaxt lazımdır. Hər hansı xronik xəstəliyiniz varsa və dərman istifadə edirsinizsə, başladığınız zaman mütləq həkimlə məsləhətləşin. Dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın.